Salam əziz izləyicilər, dövlət qulluğunda çalışanların maaşlarına əlavələrin, mükafatların ləğv edilməsi ilə bağlı ötən gün, yəni martın 18-də belə bir məlumat paylaşmışdım mən. Bugün həmin mövzunu davam etdirirəm. Ötən gün biraz qısa yığcam idi məlumat. Bugün daha genişdir. İstəyirəm diqqətiniz məndə olsun. Deməli, burada məqsəd nədir? Əlavələr ləğv olunur, mükafatlar ləğv olunur. Bəs dövlət qulluqçularının maaşı necə olacaq? Onlar bundan sonra necə stimullaşdırılacaq? Onların əməyi, hansı yeni mexanizmlər var? Dünyada bu necə tətbiq olunur? Məqsəd, səbəb nədir? Bax, bu məsələlərlə bağlı ətraflı sizə məlumat təqdim edəcəm. Odur ki, diqqətiniz məndə olsun. Deməli, bu günlərdə dövlət qulluğu haqqında qanunda və müvafiq qanunvericilik aktlarında dəyişiklik edilib. Azərbaycanda dövlət qulluğu sahəsində əmək haqqı sistemində köklü dəyişikliklərə start verilib. Bununla bağlı artıq qərar var. Məlum olduğu kimi dövlət qulluğunda mükafat sistemi dövlət qulluqçusuna staja, hakimiyyət səlahiyyətlərinə görə habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir. Konkret detallar hələlik bundan ibarətdir. APA'nın əldə etdiyi məlumata görə dövlət qulluqçularının təminatlarından ləğv edilmiş bu əlavələr onların vəzifə maaşlarının baza hissəsinə daxil edilib. Sadə dildə desək, köhnə mexanizmlər, yəni həm kollektiv, həm də fərdi mükafatlar ləğv edilərək vəzifə maaşına daxil edilməklə beynəlxalq təcrübədə tətbiq edilən yeni vahid və nəticə yönümlü əmək haqqı strukturu müəyyən olunur. Mütəxəssislərin fikrincə, əvvəlki sistemdə dövlət qulluqçusunun əmək haqqı mürəkkəb və qeyri-şəffaf idi. Vəzifə maaşı ümumi gəlirin yalnız 35-45%-ni təşkil edirdi. Qalan hissə isə staja görə əlavə, hakimiyyət səlahiyyətinə görə əlavə, kollektiv, fərdi mükafatlar və digər misli ilə ödənişlərdən ibarət idi. Bu mexanizmlər motivasiyadan daha çox idarə etmədə qeyri-müəyyənlik yaradırdı. Yeni modeldə isə hər şey sadələşib. Aylıq əmək haqqı indi əsasən vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavə, əmək şəraiti əlavələri və artıq iş saatları üçün haqdan ibarət olacaq. Ən əsası isə yeni modeldə əmək haqqının vəzifə maaşında ümumi payı artıq cəmi 35-45% deyil, orta hesabla 95%-dən yuxarı təşkil edəcək. Bu isə əmək haqqının baza hissəsinin kəskin güclənməsi deməkdir. Müvafiq qanunvericiliyə dəyişikliklərdən sonra mükafatlandırma mexanizmi də yenilənir. Hər il dövlət büdcəsində dövlət qulluqçularının aylıq vəzifə maaşının 3 misli həcmində xüsusi vəsait nəzərdə tutulurdu. Bunun üçün mükafatlandırma üçün bu vəsait bayram günləri ilə əlaqədar kollektiv mükafatlandırma və xidmətdə fərqlənən şəxslərin fərdi qaydada təltif edilməsi üçün istifadə olunurdu. İndi isə bu mexanizmdən imtina olunur və mükafatlar da ləğv edilir. Digər mühüm addım müalicə müavinətinin ləğv edilir. Bəzi dövlət orqanlarında əməkdaşlara hər il məzuniyyətə çıxdıqda və ya məzuniyyət hüququndan istifadə etmədikdə bir aylıq vəzifə maaşı həcmində verilən bu müavinət də artıq olmayacaq. İnzibati təsnifat və ixtisas dərəcələrinə görə ödəniş səviyyələri də optimallaşdırılıb. İnzibati vəzifələr üzrə 35, yardımçı vəzifələr üzrə 17 səviyyə müəyyən edilib. Staja görə isə 7 ödəniş pilləsi saxlanılıb. Mütəxəssislər hesab edirlər ki, bu islahat dövlət qulluğunda motivasiyanı artıracaq və korrupsiya risklərini azaldacaq. Dövlət idarəetmə sistemində korrupsiyaya qarşı mübarizə isə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Beynəlxalq təcrübə də bunu təsdiqləyir. Məsələn, Singapurda əmək haqqının şəffaf və rəqabətli strukturda qurulması korrupsiyanı minimuma indirib. Yaxud Hong Kongda dövlət xidmətində əmək haqqı siyasətinin dəyişdirilməsi ilə bağlı aparılmış araşdırmalar göstərib ki, dövlət qulluqçularının əmək haqqlarının cəmi 10% artırılması rəsmi korrupsiya şikayətlərinin təxminən 4% azalmasına, korrupsiya ilə bağlı cinayət işləri üzrə məhkumluq hallarının isə 7-21% azalmasına səbəb olub. Estoniya və Gürcüstan kimi ölkələrdə də oxşar sadələşdirmələr dövlət idarəçiliyinin keyfiyyətini yüksəldirib. Avropa Komissiyasının məlumatına əsasən
bir sıra Avropa ölkələrində dövlət sektorunda əmək haqqı sistemləri çoxsaylı və mürəkkəb əmək haqqı strukturlarını sadələşdirmək, vəzifələrin təslimatına əsaslanan vahid əmək haqqı modeli yaratmaq və dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədi ilə modernləşdirib. Nəhayət, dövlət qulluqçularının əməyinin ödənişini daha ədalətli və idarə olunan etmək məqsədi daşıyan son dəyişikliklər paketi əmək haqqı strukturunu sadələşdirmək və şəffaflığı artırmaqla yanaşı, həm də gənc kadrların dövlət xidmətinə cəlbinə yeni stimul yaradacaq. Belə ki, əvvəlki sistemdə dövlət qulluğuna yeni qəbul olunan şəxslərin maaşı əlavələrə görə aşağı olurdu. Təbii ki, bu gənc kadrların dövlət qulluğuna deyil, özəl sektora axınına səbəb olurdu. İndi isə yüksək baza maaşı dövlət qulluğunu daha da cəlbedici edəcək, dövlət qulluğu isə daha rəqabətli olacaq. Bir sözlə, bu islahat dövlət qulluğunu sadəcə iş yeri deyil, peşəkar karyera platformasına çevirir. Şəffaflıq, ədalət və nəticə yönümlülük, korrupsiyaya qarşı maneə, insan resurslarının effektiv idarə edilməsi və ölkədə ümumilikdə idarəçilik keyfiyyətinin yüksəldilməsi baxımından yeni sistemin effektiv olacağı şübhə doğurmur.